Adi kəsirlərə uyğun olan belə bir testin izahına baxaq. Başlayaq edək ilk çalışmadan. Birinci çalışmada bizə deyilir ki, hansı qarışıq ədəd 9-da 71 kəsirinə bərabərdir? Yəni, bizdən tələb olunur ki, verilmiş 9-da 71 kəsirini biz qarışıq ədədə çevirək. Bizə verilmiş düzgün olmayan kəsirin, bilirik ki, 9-da 71 düzgün olmayan kəsirdir. Niyə görə? Çünki sürət məxrəcdən böyükdür. Düzgün olmayan kəsiri qarışıq ədədə necə çeviririk? Düzgün olmayan kəsiri biz qarışıq ədədə çevirən zamanı sürətdə verilmiş ədədi məxrəcdə verilmiş ədədə bölürük. Yəni 71-i 9-a böləcəyik. 71-in içərisinə 9 düşəcək neçə dəfə? 7 dəfə. Biz bilirik ki, 71 9-a tam bölünmür də. Burada qalxı bölmə olacaq. Ona görə də 71-i 9-a bölən zamanı alınan 7-ni, yəni natamam qisməti yazacağıq tam hissədə. Məxrəcdəki 9 olduğu kimi qalacaq. Qalan qalığı isə yazacağıq sürətdə. İndi 7-nin 9-a hasili bizə nəyi vermiş olur? Bizə 63 qiymətini vermiş olur. 71-dən də 63-ü çıxanda bizə qalıq nə qalmış olur? 8 qalmış olur. Deməli, sürətdə yazacağıq nəyi? 8-i. Deməli, onda 9-da 71 kəsiri qarışıq ədəd kimi nəyə bərabərdir? 7,9-da 8 kəsirinə bərabərdir. Yəni, cavabımız olacaq 7,9-da 8, yəni B variantı şəklində. Bu oldu birinci sualımız. Gəlirik növbəti suala. Deyilir ki, bizə x-in hansı qiymətində verilən 13-də x+6 kəsiri 13-də 11 kəsirinə bərabərdir. Deməli, biz görürük ki, verilmiş kəsirlərin ikisinin də məxrəci nədir? 13-dür. Əgərlərin ikisinin də məxrəci 13-dürsə, onda deməli, sürətləri də ikisinin də eyni qiymət almalıdır ki, bir-birinə bərabər olmuş olsun. İndi əgərlərim 13-də 11-in sürəti 11-ə bərabərdirsə, deməli, x+6 da nəyə bərabər olmalıdır? 11-ə bərabər olmalıdır. Biz indi 6 ilə nəyi cəmləyəndə 11 eləyir? 6 ilə 5-i cəmləyəndə 11 eləyir də. Deməli, x-in qiyməti nəyə bərabərdir? 5-ə bərabərdir. Deməli, cavabımız olacaq nə? C variantı şəklində. Gəlirik 3-cü suala. 3-cü sualda bizə deyilir ki, A-nın hansı natural qiymətində 7 + A-da 3A kəsiri düzgün kəsirdir. Biz demişik ki, verilmiş kəsirin düzgün kəsir olması üçün kəsirin məxrəci ilə sürəti arasında hansı əlaqə olmalıdır? Demişik ki, bizə verilmiş kəsirin məxrəci sürətindən böyük olmalıdır ki, verilmiş kəsir düzgün kəsir olmuş olsun. Yəni, 7 + A məxrəc böyük olmalıdır nədən? Sürətdən, yəni 3A-dan. Bu cür şəkildə bərabərsizliyi qeyd edirik. Bərabərsizliyi də adi tənlik kimi həll edə bilərik. Dəyişənləri bir tərəfə yığırıq, ədədləri bir tərəfə yığırıq. 7 onunla böyük olacaq nədən? 3A çıxılsın A-dan. 3 dənə A-dan da bir dənə A-nı çıxanda mənə qalacaq 2 dənə A. Deməli, 7 böyükdür nədən? 2A-dan. Onda deməli, A-nı tapmaq üçün nə etməliyik? Hər tərəfi 2-yə bölməliyik. 7-ni 2-yə böləndə olacaq 3,5. Burada da qalacaq nə? 1 dənə A. Deməli, A-nın qiymətləri nə olmalıdır? 3,5-dən kiçik olmalıdır. 3,5-dən kiçik natural ədədlərim hansılardır? Biri 1-dir, biri 2-dir, biri də 3-dür. Deməli, cavabımız olacaq nə? A variantı şəklində. Və yaxud da ki, bunu heç bərabərsizlik yazmadan da həll edə bilərsiniz. Necə bir şəkildə? Variantlardan istifadə edərək. Variantlardan istifadə edərək, yəni necə? Məsələn, A variantını yoxlayırsan, gətirirsən A-nın yerinə 1 yazırsan. Olacaq nə? 7 + 1, 8. 3 vurulsun 1, eləyəcək 3. Aha, 8-də 3 düzgün kəsirdirmi? Düzgün kəsirdir. Ödədi deməli. Sonra 2-ni yerinə yazırsan. 7 + 2 eləyəcək 9. 3 vurulsun 2 də eləyəcək 6. 9-da 6 düzgün kəsirdirmi? Düzgün kəsir. Deməli, 2-də ödədi. Eyni qayda ilə 3-ü də gətirib yerinə yazırsınız. 3-də 10-da 9 verəcək deyə ödəyəcək. Məsələn, B variantını sınayanda, gətirib bura 4-ü yazanda 7 + 4 eləyir 11. 3-ü 4-ə vuranda eləyir 12. Bu olur nə? 11-də 12. Burada artıq sürət məxrəcdən böyükdür. Ona görə bu necə kəsirdir? Düzgün olmayan kəsirdir. Amma mənə düzgün kəsir lazımdır. Ona görə B variantı ilə D variantını çıxıram. Çünki 4 ədədi verilibdir burada.
Yalnız 3-ü də götürə bilmərəm. Çünki mənə deyir hansı natural qiymətlərində. Axı burada təkcə 3 ödəmir. 3 ilə yanaşı 1 ilə 2 də ödəyir də. Ona görə C variantına götürə bilmirəm. Bu üsulla da cavabı siz A variantı şəklində götürə bilərsiniz. Gəlirik deməli növbəti sualımıza. Deyir ki, sürəti ilə məxrəcinin cəmi 11-ə bərabər olan düzgün kəsirlərin sayı neçədir? Birincisi, düzgün kəsir tələb olunur deyə məndən. Məxrəc nə olmalıdır? Sürətdən böyük olmalıdır. Bəs cəmi 11 eləyən ədədlər hansılardır? Bizə deyir ki, sürətdəki qiymətlə məxrəcdəki qiymətin cəmi nə olsun? 11 olsun. İndi baxım görüm cəmi 11 eləyən ədədlər hansılardır? Məsələn, qeyd edə bilərik 1 ilə 10-u. Qeyd eləyə bilərik 2 ilə 9-u, 3 ilə 8-i, sonra qeyd eləyə bilərik 4 ilə 7-ni, 5 ilə 6-nı, sonra qeyd eləyə bilərik artıq növbəti addımda 6-ya keçəndə 6 ilə 5, sonra olacaq deməli 7 ilə 4 şəklində, sonra 8, 3, sonra 9, 2, sonra 11. Yəni bunların yerlərinin dəyişilmiş forması olacaq da. Yəni mən 11-i almaq üçün bu cür şəkildə ədədlər cütündən istifadə eləyə bilərəm. İndi baxın, indi nəyə fikir verməliyik? Düzgün kəsir olmaq üçün nə olmalıdır? Məxrəcdə böyük ədəd, sürətli isə kiçik ədəd. Deməli, 10 ilə 1-in cəmi yazmışamsa, bundan düzgün kəsir düzəltmək istəyirəmsə, onda nə olmalıdır? Məxrəcdə 10 olmalıdır, sürətdə 1 olmalıdır. Və yaxud da ki, 9 ilə 2-dən düzgün kəsir düzəltmək istəyirəmsə, məxrəcdə 9 olmalıdır, sürətdə 2 olmalıdır. Və yaxud da 8 ilə 3-dən düzgün kəsir düzəltmək istəyirəmsə, məxrəcdə 8, sürətdə nə olmalıdır? 3 olmalıdır. Eyni qaydada 7 ilə 4-dən düzgün kəsir düzəldəndə 7-də 4 şəklində olmalıdır və 6 ilə 5-dən də düzgün kəsir düzəldəndə 6-da 5 şəklində olmalıdır. Amma mən bunun tərsini yaza bilmərəm. Məsələn, 1-də 10 yaza bilmərəm və yaxud da 2-də 9 yaza bilmərəm. Niyə görə? Çünki bu hallarda məxrəc sürətdən böyük olmuş olur və biz onda düzgün olmayan kəsir almış oluruq. Amma bizə nə lazımdır? Düzgün kəsir lazımdır. Düzgün kəsirlər də deməli 1, 2, 3, 4 və 5 dənə düzəldə bildik. Deməli, düzəldilə biləcək düzgün kəsirlərin sayı neçə dənədir? 5 dənədir. Onda olacaq cavabımız nə? B variantı şəklində. Gəlirik indi növbəti sualımıza. Növbəti sualımızda bizdə 14-də 125 kəsiri verilibdir və bizə deyilir ki, A tam 14-də B şəklində yazılıbdır bu. Bizdən deyir ki, A vur B-ni tap. Bu A tam 14-də B yazılışı bizə nəyi göstərir? Yəni deyir ki, 14-də 125 düzgün olmayan kəsirdir. Bu düzgün olmayan kəsiri həm tam hissədən, həm də kəsr hissədən ibarət şəkildə, yəni qarışıq ədəd şəklinə göstərir. Bayaqlarımda bu birinci çalışmada dedik ki, düzgün olmayan kəsiri qarışıq ədədə necə çeviririk? Sürətdəki ədədi məxrəcdəki ədədə bölüb yazırıq. Deməli, birinci neyniyəcəyik? Birincisi 125-i 14-ə böləcəyik. Biz bilirik ki, 125 14-ə tam şəkildə bölünmür. Yəni, yenə qalıq əməl olacaq. Burada alınan natamam qisməti tam hissədə, məxrəc olduğu kimi qalıqda gördüyünüz kimi 14, qalığı isə sürətdə yazmış olacaq. İndi 125-in 14-ə bölünməsindən görək neçə dəfə alınır. 9 dəfə yazsaq bizə 126-nı verəcək. Amma 8 dəfə yazsaq bizə nəyi vermiş olacaq? 112-ni vermiş olacaq. 125-dən də 112-ni çıxanda qalığımız nə qalmış olur? Qalığımız 13 qalmış olur. Deməli, alınan natamam qisməti 8-i harda yazırdıq? Tam hissədə yazırdıq. Deməli, A-nın qiyməti onda nədir? 8-dir. Məxrəcimiz 14 olduğu kimi qalıbdır. Qalığı harda yazırdıq? Sürətdə yazırdıq. B-nin qiyməti də onda neçədir? 13-ə bərabərdir. A-nı tapdıq 8, B-ni tapdıq 13. Bizdə nə deyir ki, A vur B hasını tap. Yəni 8-in 13 hasını tapmalıyıq. Bu da bizə vermiş olacaq nəyi? 104 qiymətini. Deməli, cavabımız olacaq nə? A variantı şəklində. Bu sualda qeyd elədik. Keçirik növbəti sualımıza. Bizə bərabərsizlik şəklini ifadə verir. Deyir ki, bərabərsizliyi ödəyən x-in natural qiymətlərinin cəmini tap. Yəni ki, baxıram ki, hamısının məxrəci nədir? 41-ə bərabərdir. Hamısının məxrəci 41-ə bərabərdirsə, onda deməli sürətlərinə görə müqayisə edə bilərəm. Çünki biz demişik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan daha böyükdür. Deməli, bunların içərisində ən böyüyü neçədir? 18-dir ki, 41-də 18 kəsiri də nə olubdur? Ən böyük olubdur. Və bunların içərisində ən kiçiyi 13-dür ki, 41-də 13 də ən kiçik olubdur.
İndi bizə deyir ki, 41-də 13-dən böyük, 41-də 18-dən kiçik olan kəsiri təyin elə, kəsirləri təyin elə. Yəni 13 ilə 18-in arasına yerləşən ədədləri təyin etməliyik. 13 ilə 18-in arasında da hansı ədədlər yerləşir? 14 yerləşir, 15 yerləşir, 16 yerləşir, bir də 17 yerləşir. İndi sürət burada nə yazılıbdır? 18 çıxılsın x yazılıbdır. Deməli, mən 18-dən neçə çıxım ki, 14 alınsın? 18-dən 4 çıxım ki, 14 alınsın. Deməli, x-in bir qiyməti nəyə bərabərdir? 4-ə bərabərdir. 18-dən neçə çıxım ki, 15 alınsın? 3 çıxım ki, 15 alınsın. Deməli, x-in növbəti qiyməti 3-ə bərabərdir. 18-dən neçə çıxım ki, 16 alınsın? 2 çıxım ki, 16 alınsın. Deməli, x-in növbəti qiyməti 2-dir. 18-dən bəs neçə çıxım ki, 17 alınsın? 18-dən 1 çıxım ki, 17 alınsın. Deməli, x-in ödənilən qiymətləri hansılardır? 1-dir, 2-dir, 3-dür, 4-dür. Mənə də deyir ki, bunların cəmini tap. 1 ilə 2-ni cəmlədik 3, 3-ün üstünə 3 gəldik 6, 6-nın üstünə 4-ü gələcəyik, cavabımız nə olacaq? 10 olacaq. Deməli, burada da cavab variantımız hansıdır? C variantıdır. Gəlirik növbəti sualımıza. Növbəti sualımızda bizə deyilir ki, verilmiş kəsirlər bərabər kəsir olsun. Biz dedik ki, kəsirlər nə zaman bərabər olmuş olur? Sürət və məxrəcləri bir-birinə bərabər qiymətlər aldıqda və yaxud da ki, bizə verilmiş kəsirin sürət və məxrəcini eyni bir ədədə vurmaqla və yaxud da eyni bir ədədə bölməklə ona bərabər kəsir almış oluruq. İndi burada sürət 8-dirsə, deməli bunun sürəti də 8 olmalıdır. Onda deməli B çıxılsın 11 bərabər olmalıdır nəyə? 8-ə. Buradan B-ni tapsaq, B nəyə bərabərdir? 8 ilə 11-i cəmləyəcək 19-a. İndi burada məxrəc 27-yə bərabərsə, deməli burada da məxrəc 27 olmalıdır. Deməli yazırıq ki, nəyi? A üstəgəl 11 bərabər nəyə? 27-yə. Bəs A-nı tapsaq nə edəcəyik? 27-dən çıxacaq 11-i bərabər olmuş olacaq nəyə? 16-ya. Deməli A-nın qiyməti 16-dır. B-nin qiyməti 19-dur. Mənə də deyir ki, A ilə B-ni cəmlə. Deməli, nə edəcəyik? 16 ilə 19-un qiymətini cəmləyəcəyik. Bizə vermiş olacaq nəyi? 35 qiymətini. Deməli, cavabımız olacaq nə? D variantı şəklində. Keçirik indi növbəti sualımıza. Növbəti sualımızda bizə deyilir ki, 3x çıxılsın 7-ni biz 8-ə böldükdə 4 alınır. Biz demişik ki, dərs izahında verilmiş kəsir xətti həmçinin nəyi göstərir? Bölməni göstərir də. Yəni, bu o deməkdir ki, 3x çıxılsın 7-ni 8-ə böldükdə nə alınıbdır? 4 alınıbdır. İndi birincisi axtarıram ki, nəyi 8-ə böldükdə 4 eləyir? Bunu tapmaq üçün nə edəcək? 8-nin 4 ahasını tapacaq. Eləyəcək nə? 32. Deməli, sürətin qiyməti, yəni 3x çıxılsın 7 nəyə bərabərdir? 32-yə bərabərdir. Birinci araşdırıram görək, nədən 7 çıxanda 32 eləyir? Bilirik ki, 39-dan 7 çıxanda 32 eləyir. Yəni, 32 ilə 7-ni cəmləyirəm. Bərabər olur bu cəmləyə 39-a. Sonra araşdırıram ki, 3-ü hər hansı bir x ədədinə vurduqda 39 eləyibdir. Sonra araşdırıram ki, nəyi 3-ə vurduqda 39 eləyir? X-i də tapmaq üçün 39-u bölürük 3-ə. Cavabımız edir deməli nə? 13. Deməli, x-in qiyməti nəyə bərabər olacaq? 13-ə. Yəni, cavabımız olacaq C variantı şəklində. Gəlirik növbəti suala. Deyir ki, A bölünsün 13 ən böyük düzgün kəsirdir. B bölünsün 18 isə ən kiçik düzgün olmayan kəsirdir. Bizə deyir, A üstəgəl B cəmini tapın. 13-də A düzgün kəsirdirsə, deməli A-nın yerinə nə olmalıdır? A-nın yerinə 13-dən kiçik ədədlər olmalıdır. Yəni 1-dən 12-də daxil olmaqla, yəni 1, 2, 3 ta 12-yə qədər bütün ədədlər burada ödənilir. Amma mənə deyir ki, ən böyüyü olsun. Ən böyüyü olursa, onda A-nın yerinə nə yazmalıyam? 12 yazmalıyam. Daha sonra isə mənə deyir ki, ən kiçik düzgün olmayan kəsir. Bunun bəs düzgün olmayan kəsir olmaq üçün nə olmalıdır? Sürət məxrəcdən böyük olmalıdır. Yəni B 18-dən böyük olmalıdır. B deməli 18-də bərabər və 18-dən böyük olmalıdır. Yəni B-nin yerinə deməli nə olacaq? 18 və 18-dən sonraki bütün ədədlər olacaq. Çünki verilmiş kəsirin düzgün olmayan kəsir olmaq üçün ya sürətlə məxrəc bir-birinə bərabər olmalıdır, ya da ki, sürət məxrəcdən böyük olmalıdır. Bizə indi deyir ki,
Ən kiçik olsun. B hansı qiymətləri alır? 18, 19, 20 ta davam edir. İndi bunların içərisində ən kiçiyi hansıdır? 18-dir. Deməli A-nın ən böyük qiyməti 12, B-nin ən kiçik qiyməti 18 oldu. Mənə də deyir ki, bunları cəmlə 12 ilə 18-i cəmləyəcəyik. Cavabımız olacaq deməli nə? D variantı şəklində. Gəlirik nəhayət sonuncu sualımıza. Sonuncu sualımız da əslində əvvəldə baxdığımız suallara oxşuyur. Sadəcə burada açıq sual tipi şəklində verilibdir. Özümüz variantları qeyd edə bilərik. Deməli, burada birincisi olaraq onu qeyd edeyim ki, bu cür şəkildə verilmiş açıq suallarda birinə ola bilər ki, 2 variant uyğun gəlsin, bəzi hallarda ola bilər ki, 3 variant uyğun gəlsin və yaxud da elə ola bilər ki, bir variant, məsələn, tutaq ki, B variant həm birinciyə uyğun gəlsin, həm ikinciyə uyğun gəlsin. Belə hallar da ola bilər. Ona görə biz bütün variantları hər üç üçün yoxlamalıyıq. Bu hansı suala bənzəyir? Deməli, burada sual qeyd eləmişdik. Düzgün kəsir tapırdıq. N-in hansı qiymətlərində deyirdi bizə? N deyirəm. A-nın hansı qiymətlərində düzgün kəsirdə soruşurdu. Yəni, eyni o tipdən olan sualdır. Başlayırıq indi birinci variantdan. Deyir ki, N bərabərdir 1, 2, 3 olduqda düzgün kəsirdir. Aparıram məsələn birincidə. N-in yerinə bu qiymətləri yazıram. Düzgün kəsir olsa, deməli A variantı 1-ə uyğundur. Yox, alınmasa, deməli birinciyə uyğun deyil. N-in yerinə yazırıq məsələn 1. Olacaq nə? 2 vurulsun 1, eləyəcək 2. 2-dən də 1 çıxanda qalacaq, deməli 1. Kəsirim olacaq 10-da 1. 10-da 1 düzgün kəsirdir? Bəli, düzgün kəsirdir. Sonra 2-ni əgər N-in yerinə yazsam, 2 vurulsun 2 4 eləyəcək, 4-dən də 1-i çıxanda 3 eləyəcək, alınacaq 10-da 3, 10-da 3 də düzgün kəsirdimi? Düzgün kəsirdi. Sonra N-in yerinə aparıb yazırıq 3-ü. 2 vurulsun 3 eləyir 6, 6-dan da 1-i çıxanda nə alır? 5 alınır. Olur nə? 10-da 5. 10-da 5 də düzgün kəsirdimi? Düzgün kəsirdi. Deməli, A variantı birinci üçün ödənilir. A variantına hər ehtimala qarşı ikinci üçün də deyirəm. Məsələn, N-in yerinə 1 yazsaq, 1 üstəgəl 7 eləyir 8, alınır 8-də 12. Burada sürət məxrəcdən böyük olur deyə düzgün kəsir alınmır. Ona görə A variantı ikinci üçün ödənmir. Eyni qaydada üçüncü üçün baxaq. Üçüncüdə indi necə yaza bilərik? Məsələn, yazırıq N-in yerinə 1-i. 3-ü 1-ə vurduqda edir 3, 3-ün üstünə 1 canı 4 edir. Aha, 11-də 4 düzgün kəsirdi. 2-ni yazdıqda eləyir 6 üstəgəl 1, 11-də 7, bu da düzgün kəsirdi. 3-ü yazdıqda isə 3 vurulsun 3 eləyir 9, 9-un üstündə 1 gələndə eləyir 10, 11-də 10 da düzgün kəsirdi. Deməli, A variantı üçüncü üçün də ödənilir. Gəlirik B variantına. B variantında bizə deyir ki, bu verilmiş qiymətlərdə düzgün olmayan kəsirdir. Artıq 1, 2, 3-ü A variantı, yəni birincidə yoxlamışıq A variantındakı 1, 2, 3 hallarında düzgün kəsirdir. Baxaq 4 ilə 5-ə. 4-ü yerinə yazdıqda eləyir 8 çıxılsın 1, 10-da 7, 10-da 7 düzgün kəsirdir. Onda birbaşa belə nəticəyə gəlirəm ki, B variantı birinciyə uyğun deyil. Birbaşa keçirəm ikinci üçün yoxlama. Yenə 1, 2, 3-ü İkinci üçün yoxlamışıq ki, burada düzgün olmayan kəsir alınır. Görək 4 ilə 5-də də düzgün olmayan kəsir alınırmı? 7-nin üstünə 4-ü gəlirik 11, 11-də 12, bəli, düzgün olmayan kəsirdir. 5-in üstünə 7-ni gəlirik 12, 12-də 12 də sürətlə məxrəc bir-birinə bərabərdir, düzgün olmayan kəsirdir. Deməli, belə bir nəticəyə gəlir ki, B variantı aiddir nəyə? İkinciyə. Amma 4 ilə 5 qiymətlərini gəlin burada da yoxlayaq. Biz yoxlamışıq ki, 1, 2, 3 qiymətlərində axı bu düzgün kəsirdir. Ona görə B variantı üçüncü üçün ödənməyəcək. Gedirik C variantına. C variantında 1, 2, 3-ü yenə A variantı üçün yoxlamışıq. İndi 4-ü də yoxlayaq görək. Birinci üçün ödənilirmi? 2-ni 4-ə vuranda eləyir 8, 8-dən 1 çıxırıq 7, onda 7 bəli düzgün kəsirdir. Deməli, C variantı həmçinin birinci üçün ödənilir. Deməli, birinciyi həmçinin qeyd edirik nəyi? C variantına. Baxaq görək, üçüncü üçün ödənilirmi? 3-ü 4-ə vuranda 12, 12-nin üstə 1, 13 eləyir. Yox, ödənməyəcək. Deməli, C variantı üçüncü üçün ödənmir. İkinci üçün də eyni qaydada ödənməyəcək. Çünki 4 üstə gəl 7, 11, 11-də 12 düzgün olmayan kəsirdir. Amma bizə düzgün kəsir deyilir. Deməli, ABC variantlarını yoxladıq. Gəlir D variantına. Deyir ki, N bərabərdir 7 olduqda kəsirin qiyməti 2-yə bərabərdir. Baxaq, məsələn, birincidə yazaq N-in yerinə 7. 2 vurulsun 7 eləyir 14. 14-dən də 1-i çıxırıq 13. Alınır 10-da 13.
Burada deməli kəsrin qiyməti 7-yə bərabər olmadı. 2-yə bərabər olmadı. Çünki biz demişik ki, kəsr xətti bölməni göstərir. 13 bölünsün 10 da bizə 2-ni vermir. Gəlirik ikinciyə. N-in yerinə 7 yazırıq. 7 üstəgəl 7 14. 14-də 12 alınır. Yenə 12-ni 14-ə böləndə 2 eləmir. Deməli, ikinci üçün də D variantı ödənmədi. Gəlirik üçüncüyə. 3-ü 7-yə vururuq 21. 21-in üstə 1 gəlirik 22. 22-ni 11-ə böldükdə 2 eləyirmi? Eləyir. Deməli, D variantı üçüncü üçün ödənilir. Deməli, D variantı uyğundur üçüncüyə. Qaldı sonuncu variantımız, Y variantımız. Deyir, N6 olduqda kəsrin qiyməti 3-ə bərabərdir. N-in yerinə birincidə 6 yazırıq. 2 vur 6, 12. 12-dən 1 çıxırıq 11. 11 amma 10-a böldükdə 3 eləmir. Gəlirik Y variantında 2-ni yoxlamağa. 6-nın üstə 7-cə 13, 10 üstə 12. 12-ni 13-ə böləndə axı 3 eləmir. Gəlirik Y variantı üçüncü üçün yoxlamağa. 3-ü 6-ya vururuq. 18. 18-in üstə 1 gəlir 19. 19-u da 11-ə böldükdə 3 eləmir. Deməli, bizdə Y variantı heç birinə uyğun olmadı. Deməli, ümumi belə bir nəticəyə gəldik ki, birinciyə A və C, ikinciyə B, üçüncüyə A və D variantları uyğundur. Bu da bizim adi kəsirlərə uyğun olan bir neçə sualımızın izahı. Əgər sualda hansısa bir sualın izahı aydın deyilsə, yorumlarda yazıb soruşa bilərsiniz. Növbəti izahlarda görüşənədək.